Deməli, çörək və müasir buğdanın ziyanları. Birincisi, qanda şəkəri və glikemik indeksini artırır. İkincisi, buğdada gliadin adlı zülal iştahı artırır və doyma siqnalını blok edir və insanı çörəkdən asılı edir. Üçüncüsü, çəkini artırır. Dördüncüsü, ürək damar xəstəliklərini yaradır və xanımlarda əsasən də ayaqlarının şişkinliyini artırır. Artrit xəstəliyi yaradır. Yəni, oynaq xəstəlikləri yaradır, mədəmizdə turşuluğunu artırır. Çörək yedikdə əhval-ruhiyyəni ağırlaşdırır. Bağırsaqlarda xroniki xəstəliklər yaradır və reflüks xəstəliyini yaradır. Yəni, yemək borusunda olan qidalar geri qaytarmaq və kök gətirir. Çalışın ki, az yiyin. Və görürsünüz, bu. Bunu yemək olar yəni də. Bu mədədə yəni həzm olunur. Yəni, düzdür, ziyandır, amma həzm olunur. Ziyanları bilirsiniz çoxdur. Çörəyin sexlər var. Yəni, bu çörəyi ununu düzəldirlər və tərkibinə 1000 dənə əlavələr, qida əlavələri, vitaminlər, paraşok hallarını və s. və s. Yəni, çoxlu şeylər qatılır. Yəni, bu bildiyiniz, bu bildiyiniz mədənin birbaşa düşmənidir. Mədə bağırsaq traktının birbaşa düşmənidir. Yəni, çalışın, belə bir tipli çörəklərdən uzaq olun. Ya evdə özünüz düzəldin, ya da ki, ümumiyyətcə çalışın yüngül çörəklərdən, yəni ağ da olsa yüngül və yaxud ki, təbii halda pişən. Başa düşün, deyirsiniz ki, biz təbii çörək hardan alıb, bizə elə bunu verirlər, biz də bunu yeyirik. Xətə bunu yeməmək üçün, belə pişmişdə yəni hazır, yəni belə olsun. Ya da ki, nə edirsiniz? Məsəl üçün, lüboy bir tosterlar yoxdur. Tosta salırsınız bunları, qurudursunuz və ondan sonra elə yeyirsiniz ki, həm həzmə normal getsin, həm onun tərkibində olan glutein, yəni parlanıb çıxsın